Hə, uşaqlar. Deməli dedik ki, turşularda əvəz olunan hidrogenlər oksigenli turşularda mərkəzi atoma dolayı yolla oksigenlə birləşənlərdir. Oksigensizlərdə isə birbaşa turşu qalığına birləşən hidrogenlər olur. Deməli bunlar turşuların əsasən hidrogenlərinin sayına görə də turşular təsnif olunacaqdır. Digərini burada baxın. Turşular suda həll olursa, suda həll olan turşular iyonlarına ayrılır, yəni dissosiasiya edir. Əvəz oluna bilən hidrogenlər kation formasında, iyon formasında sərbəst alınır. Hansı hidrogenlər əvəz oluna bilər? Məsələn, sirkə turşusunda, asitat turşusunda karboksil qrupunda bir dənə hidrogen var. Bu əvəz oluna bilər. Bu hidrogen qopan zaman H müsbət alınır və turşulardan neçə hidrogen qoparırsızsa, qoparan hidrogenlərin sayı qədər turşu qalı mənfi yazır. Baxın, 2 hidrogen qopubdur, 2 mənfi. 1 hidrogen qopubdur, 1 mənfi. Yəni turşudan neçə H qopursa, qopan H-ın sayı qədər mənfi yazılır. Nə yazılır? Turşu qalığın iyon yükünə. Yadda saxlayın. Məsələn, özünüz deyin. H3PO4-də neçə H əvəz olunur məndə? 3-ü. 3-ü qopsa olacaqdır. PO4 3 mənfi və 3 hidrogen qabağında əmsal olur. Yəni hidrogen ayağındakı indeks qabağında əmsal kimi yazılır. Yəni olur 3 hidrogen müsbət. Bu qədər. Bu oldu turşuların dissosiasiyası, iyonlarına ayrılması. Turşuların adlandırılması. Oksigenli turşuları oksigensizləri adlandıranda, oksigensiz turşularda mərkəzi atom turşu qabığının tərkibində hansı qeyri-metaldırsa, qeyri-metalın latınca adının sonluğuna id artırılır. Latınca kükürt nədir? Sulfur, olacaq sulfid. Axırındakı kökəticisi əvəz olunur idlə. Sulfur olur sulfid. Məsələn, deyək ki, H xlorda, xlor nədir? Xlorun özü. Xlorid. Brom olanda bromid, yod yodid. Yəni, eləcə oksigensiz turşularda mərkəzi atomun adının sonluğuna id artırılır. Xlor, xlorid, H xlor, H brom, brom, bromid, H yod, yod yod və s. Oksigenlərdə isə oksigen sayına görə və mərkəzi atomun oksidləşmə dərəcəsinin qiymətinə görə adların sonluğu it və ya atla əvəz olunur və yaxud da prefiksi, ön şəkilçisi piro ilə əvəz olunur. Baxın, oksigenin oksidləşmə, daha doğrusu oksigen sayısı 3-dür. Kükürdün oksidləşməsi 4, aşağı qiymətli, it artırılır. Oksigen sayı çoxdur və kükürdün oksidləşməsi yuxarı qalxır, at artırılır. Məsələn, H2SO4 sulfid, H2SO4 sulfat. H2SO7 isə pirosulfatı nəyə görə? Çünki baxın, deməli 7 oksigen 2 dənə kükürdün payına düşür. Hər kükürdən düşür 3,5 oksigen. Oksigen sayısı 3-dən böyükdür, 4-dən kiçikdir. Ona görə də önə piro artırılır, prefiksə, pirosulfat turşusu. İndi baxın, oksigensiz xlor, xlorid, bir oksigenli, oksigen sayısı ən az olanda, oksidləşmə ən aşağı olanda əvvəl hip olur, axırı it olur. Oksigenin sayısı qismən artanda və oksidləşmə dərəcə halogen qismən artanda hipogedir, it qalır, xlorid. Oksigen sayısı daha da artanda və oksidləşmə dərəcədə artanda olur xlor at, it olur at. Ən sonda isə maksimum ən yuxarı oksidləşmə olanda önə per, sona at, per xlorat. Bu da fosforun turşuları baxaq, gördüyünüz kimi. Fosforun turşularında da oksigen sayısı ən az olanda, oksidləşməsi ən aşağı olanda, baxın, eyni şeydir. Hipofosfid, hipoxlorid, ona uyğun. Sonra oksigen sayı qismən artıqdır, mərkəzi atomun oksidləşməsi də qismən artıqdır. Hipofosfid, hipogetli fosfid qaldı. Oksigen sayısı qismən eyni qalıbdır, mərkəzi atomun oksidləşməsi artıqdır. H2O3 metafosfat, H3PO4-də isə ortofosfatdır. Pirofosfatda isə oksigen sayını 2-yə bölünür. Fosforun ayağındakına 3,5. Oksigen sayısı 3 ilə 4 arası olduğuna görə baxımın oxşardır. Pirosulfat, pirofosfat. Buna uyğundur. Yəni burada biraz nisbidir bu adlandırma. Yəni mütləq deyil. Ondansa da hər maddənin öz adına baxsanız, o daha məntiqə uyğundur, yəni adlara. Turşuların deməli quruluşu və əsaslıqları. Turşuların quruluşunda, oksigeni turşularda əvəz oluna bilən hidrogenlər mərkəzi atoma dolayı birləşir, əvəz oluna bilməyən hidrogenlər birbaşa birləşir. HNO3, H3PO2, H3PO3. Bunlar istisnadır. Bu turşuların, deməli, bu turşulardan başqa digər qalan turşularda standartdır. Yəni bu turşularda mərkəzi atomun oksidləşmə dərəcəsindən mərkəzi atom valetliyi üst-üstə düşür bunlarda. Baxın, nitrat turşusunda HON düz qırıq-qırıq oksigen, düz qırıq-qırıq oksigen.
Azotun valentliyi 1, 2, 3 dənə düz xətt 3, bir də 2 dənə qırıq-qırıq birləşdirin 1 tam 4. Azot 4 valentli, oksidləşmə dərəcə isə azotda müsbət 5-dir. Burada hesablayın oksidləşməni. 2 dəfə -2, -4, 3 dənə hidrogen müsbət 1. -4 müsbət 1, müsbət 3, deməli qalır -1, müsbət 1. Burada isə -2, müsbət 1-dir. Yüklərin zərbi cəm 0-dır. -6, müsbət 3, müsbət 3. Deməli, görürsünüz, fosforun oksidləşməsi müsbət 3-dür, ancaq baxın valentliyinə. Fosfor mərkəzdədir. H3PO2 istisnadır. Burada 3 hidrogenin deməli, biri əvəz olur, biri dolayı birləşir. Qalan hidrogenlər birbaşa birləşir, oksigen də bu formada birləşir. H3PO3-də isə baxın, deməli, burada 3 hidrogendən ikisi əvəz olur, biri yox, ikisi əvəz olur. Deməli, əvəz oluna bilən hidrogenlər mərkəzi atomla dolayı birləşir və bu birbaşa birləşir. Yenə də, baxın, hər ikisində fosforun qollarının sayı qədərdir? 5 dənə. Ancaq hər ikisində fosforun oksidləşməsi müxtəlifdir. Müsbət 1, müsbət 3. Gördüyünüz kimi, oksidləşmə dərəcə ilə valentliyi 3 dənə maddədə üstə düşməlidir. Fosfor 5 valentli, müsbət deməli 1-dir burada. Burada 5 valentli qolların sayısı müsbət 3-dür. Burada da 4 valentli müsbət 5-dir. Qalan turşularda isə mümkün dərəcə valentliklə, qolların sayı ilə oksidləşmə dərəcəsi uyğun gəlir. Sonra gəldik, deməli, mineral turşularda və üzvü turşularda əsaslıq nəyə görəndir? Hamısında əvəz oluna bilən hidrogen sayına görə. Bayaq demişdim, H3PO2-də 1 hidrogen əvəz oluna bilir, 1 əsaslıdır. H3PO3-də istisna 2 hidrogen əvəz olunur, 2 əsaslıdır. Üzvü turşularda bu gördüyünüz maddə karboksil, COOH. Bu nə qədərdirsə, buradakı hidrogenlər əvəz olunur. Baxın, bir dənə karboksil, bir dənə hidrogen. Burada 2 dənə karboksil, COOH, 2 dənə hidrogen əvəz oluna biləndir. Yəni bunlar, bu hidrogenlər əvəz olunur, bunlar dəxli yoxdur. Əvəz oluna bilən hidrogenlər karboksil qrupunda olan hidrogenlərdir. Qalan turşularda problem yoxdur. Qalan turşularda neçə hidrogen görsəz, hamısı əvəz oluna biləndir. Bu dediklərim çıxan şəkildə. H2O3-da 1 hidrogen, 1 əsaslı. H3PO2 istisna 3 hidrogenden 1 əvəz olur, 1 əsaslı. H3PO3 istisna 3-dən 2 əvəz olur, 2 əsaslı. Bu isə normaldır, 3 əsaslıdır. Çünki niyə? Bunda istisna yoxdur. Bu da baxın, izahına baxın, görürsünüz, eyni şeydir. Deməli, mərkəzi atoma birləşən hidrogenlər dolayı birləşirsə əvəz olur. Mərkəzi atoma birbaşa birləşən hidrogen əvəz olunmur. Mərkəzi atoma birbaşa birləşən əvəz olunmur, dolayı birləşən əvəz olur. Gördüyünüz ki, bu da bunların qaydasıdır. Bayaq dediyimiz kimi uşaqlar, deməli, turşulardakı mərkəzi atomun oksidləşməsi valentliyi. Bildiyiniz kimi, nitrat turşusu istisnadır, 4 valentlidir, bu səhvdir burada, A variantında. 4 qollu, baxın, 4 valentli, 4 qollu. 4 valentlidir, oksidləşmə isə müsbət 5-dir, yanlışdır. H3PO2-də bayaq demişdik, deməli, fosfor 5 valentlidir, ancaq oksidləşmə dərəcə müsbət 1-dir, yanlışdır. H3PO3-də bayaq tapmışdıq, 5 valentli müsbət 3-dür. H3PO4-də, bəli, 5 valentli müsbət 5 doğrudur, bunu bayaq demişdik. H-fluor-O4-də də normaldır. Oksidləşmə dərəcə nə qədərdirsə, o qədər də valentliyi var. Deməli, bu da yanlışdır, ümumiyyətlə başlayaraq yanlışdır. Nə valentliyi, nə də oksidləşmə. Baxın, görürsünüz, xlorun ətrafında neçə qol var? Qolların sayı nə qədər? 7. Deməli, 7 valentlidir və oksidləşmə dərəcə qaydası. Hidrogen müsbət 1, oksigen -2. Cəbri cəm nəyə bərabərdir? 0-a. O da xlor orada müsbət 7-dir. Ona görə də yanlışdır. Turşuların təsnifatı. Bayaq demişdik. Turşular tərkibindəki atom növünə görə təsnif olunur. Oksigenli, oksigensiz. Tərkibində oksigen görsəniz, oksigenli turşulardır. Tərkibində oksigeni olmayan oksigensiz turşulardır. Oksigenli, oksigensizlər. Əsaslığı bayaq demişdim. Əvəz oluna bilən hidrogen sayına görə. 1 hidrogen əvəz olunanlar, bu istisnadır. Karboksil qrupundakı H əvəz olur, 1 əsaslı. 2 hidrogen istisnadır, 3-dən 2 əvəz olunur, 2 əsaslı. 3 hidrogen əvəz oluna bilən də 3 əsaslı. Hətta 4 də var, əsas. Neçə hidrogen əvəz olunursa, o qədər əsaslığı var turşularda. İkinci qayda qüvvətliyi. Bildiyiniz kimi, turşular təsnif olunur. Turşulardan qopan hidrogenlərin sayına görə. Turşularda hidrogen sayısı tez qopursa, rahat qopursa qüvvətlidir. Qismən qopursa orta qüvvətli, çox az qopursa zəif turşulardır. Məsələn, hər 100 molekul turşunun 30 molekulundan hidrogen qopursa, 30-dan çox qopursa, 30-dan çoxunda
hidrogen ayrılırsa, yəni 30%-dən çox alfanın qiyməti, dərəcənin qiyməti, ionlara ayrılma qüvvətlidir. 30 ilə 3% arası zəif turşulardır. Yəni hər 100 molekuldan 3 dənə molekulundan H qopursa zəif turşudur. Məsələn 3-30 arası. Hər 100 molekulundan 3-dən aşağı qopursa, məsələn 2 molekulunda, 1 molekulunda 0,1 və s. bunlar zəif turşulardır. Yəni 30-dan yuxarı qüvvətli, 3-30 arası orta qüvvətli və 3-dən aşağı zəif turşulardır. Gördüyünüz kimi sulfat, nitrat, klorid, bromid, yodid və s. perxlorat da qüvvətlidir. H flor da, beta fosfat da, orta fosfat da, sulfitdir, orta qüvvətli. Metisilikat da, karbonat da, hidrogen sulfitdir, siyan turşusudur, sirkədir və s. Bunlar nədir? Zəif turşulardır. Yadınıza dövr sistem. Halogenlər yuxarıdan aşağı gələndə atom radiusu artır, halogen zəifləyir. Halogen nə qədər zəifdirsə də halogenə birləşən hidrogenlər tez olur. Hidrogen nə qədər tez qopursa, turşu bir o qədər qüvvətli olur. Nə qədər hidrogen tez qopursa, turşu qüvvətli olur. Niyə qüvvətli olur? Çünki halogenlərdə yuxarıdan aşağı bildiyimiz kimi atom radiusu artır. Radius artan zaman, məsafə artanda Fiskan qanunu, distansiya artdıqda cazibə azalır. Ona görə də halogenə birləşən hidrogen uzaq məsafədə olduğuna görə tez qopur. Hidrogen nə qədər tez qopursa, turşu da bir o qədər qüvvətli olur. Hə, burada turşuların bayaq demişdim uşaqlar burada qaydasını. Bu nə ilə sual? Hə, oksigenli turşularda, halogen turşularında eyni oksigen sayı olanda, halogen zəifləyəndə turşu zəifləyir. Baxın, eyni oksigen sayıdır. Halogenlər flor, xlor, brom yox, flor yox oksigendir, xlor, brom yox. Halogen zəifləyir yuxarıdan aşağı, xlor, brom yox. Yuxarıdan aşağı qrup üzrə halogen zəifləyir. Halogen zəifləyirsə, deməli hidrogenlər belə deyək də, get-gedə burada oksigen tərəfdən çəkir özünə. Hidrogen çətin olur. Halogen qüvvətli olan isə, halogen elektron sıxlığını hidrogendən çəkir özünə və hidrogen tez qopur. Məntiq budur, diqqətli olun. Yəni elektron sıxlığı hidrogendən çəkilirsə tez qopur, elektron sıxlığı hidrogen tərəfə gəlirsə çətin qopur. Yadda saxlayaq. Eyni halogenda oksigen sayısı artanda turşuluq artır. Niyə? Eyni halogenda oksigen sayı artanda elektron sıxlığı halogendən çəkilir xlor oksigen tərəfə və bu hidrogen elektron sıxlığı çəkilir bura və hidrogen tez qopur. Hidrogeni saxlayan elektronlar nə qədər azalırsa turşun tərkibində hidrogen tez qopur. Hidrogen saxlayan nədir? Hidrogen hansı müsbətlə? Müsbətlə saxlayır mənfi. Müsbəti saxlayan mənfilər çəkilir oksigen tərəfə və o mənfilər olmadığına görə, defis olduğuna görə, çatışmazlıq olduğuna görə də hidrogen tez olur. Məntiq budur. Ona görə eyni halogen turşularında oksigen sayısı artanda turşuluq artır. Turşuların alınması birbaşa oksigen turşular almaq üçün hidrogenlə halogenlər birbaşa reaksiya edilir. H halogenlər və yaxud da hidrogenlə küçük və s. hidrogenlə yod, xlor və s. birbaşa alınır turşular. Oksigenlər keçmişdir də, oksigenli turşular almaq üçün turşu oksidləri və metalların yüksək valentli oksidləri su ilə birbaşa reaksiya edilir, onun yoğunluğuna alınır, turşu alınır. Bir də istisna silisium 2 və wolfram 6 oksiddir. Bunları birbaşa su ilə reaksiya girmir. Su ilə reaksiya girməyən oksidlər turşu da əmələ gətirə bilməz. Suda həll olmayan oksidlər, yadda saxlayın. Silisium 2 və wolfram 6 oksid suda həll olmadığına görə su ilə reaksiya girmir, ona görə də turşu əmələ gətirmir, yadda saxlayın. Qalan oksidlərdə bizim qaydamız nə idi? Mərkəzi atomun oksidləşmə dərəcəsi neçədirsə, alınan turşunun tərkibində də mərkəzi atomun oksidləşməsi eyni olmalıdır. Silisium 2 suda həll olmur, reaksiya girmir. N2O5-də müsbət 5 də azot, müsbət 5 alınır. Bu da onun kimidir. Bir dənə NO2 uşaqlar diqqətli olun. NO2 maddəsi deməli su ilə qaynar və ilıq şəraitdə iki müxtəlif turşu əmələ gətirdiyinə görə oksid. Ona görə NO2-nin adı nədir? Qarışıq anhidrid. Qarışıq oksid, qarışıq anhidrid. Yəni niyə görə? Bir oksid iki müxtəlif maddə turşu əmələ gətirə bilir. NO2 su ilə oksigenlə birbaşa alınır, nitrat turşusu. Su olanda, oksigen olanda birbaşa alınır. Bayaq dediyimiz kimi, mərkəzi atomun oksidləşmə dərəcəsindən turşudakı mərkəzi atomun oksidləşməsi oksidləşmə eyni olmalıdır. Xrom OH-da tez-tez görür, xromun tapın oksidləşmə dərəcəsi neçədir? Bəli, müsbət 6. Nə olmalıdır? Burada xrom müsbət 6. Hamısı ola bilər, hamısı müsbət 6-dır burada. HNO2-də
Azot müsbət 5-dir də. Müsbət 5 olan, burada müsbət 3-dür, olmaz, A getdi. Burada müsbət 5 ola bilər, burada müsbət 5 də ola bilər. Bunda müsbət 3-dür, bu da getdi. P2O3-də fosforun hissəsi müsbət 3. Müsbət 3 olduğuna görə də avtomatik müsbət 3 olan turşu olmalıdır burada tərkibində. Turşun tərkibində fosforun yükü müsbət 3 olan. Burada müsbət neçədir? 1 getdi, bu da getdi. C variantında müsbət 3-dür, ola bilər, uyğun gəlir. D variantında yenə müsbət 1-dir. Y-də isə müsbət 1 getmiş onsuz. Bəli, bu da getdi avtomatik. C variantı ola bilər, D getdi. Bəli, C variantı. Tutalım. Mərkəzi atomun oksidləşmə dərəcəsi turşu və əsasda, turşu və turşu oksidində eyni olmalıdır. Mərkəzi atomun oksidləşmə dərəcəsi. Burada izahını verir, görürsünüz. Budur. Deməli, uşaqlar, gəldik turşuların aktivlik sırası, qüvvətli sırasına. Bu gördüyünüz turşuların qüvvət sırasıdır. Biraz burada natamamlıq var. Çatışmazlıqlar var. Mən yazıram onları, nəzərə alın. Deməli, burada H-bromdur, H-yoddur. Burada da HCOOH-dir, sirkədir. Bir də oksalat turşusudur, qarışqa turşusudur. Deməli, COOH, COOH. Bunlardır, bir də bunlardır. Soldan sağa gedəndə, soldakı turşu özündən sağdakını onun duzundan çıxardır. Soldakı sağdakını neyir? Duzundan çıxardır, tutardır. Deməli, baxın, bir qayda var. Ola bilər ki, bəzən zəif turşu özündən qüvvət turşunu duzundan çıxartsın. O necə olur? Çöküntü halında. Zəif turşudakı turşu qalığı, qüvvət turşunun tərkibindəki metalla birləşir çöküntü halında. Çöküntü alınmasa getməz o reaksiya. Bu da onun kimidir. Buradakı turşular, baxın, eyni qüvvət turşulardır. Eyni qüvvət turşular biri-birinə nə zaman çıxardır? Ancaq və ancaq çöküntü halında. Bu turşular arasında reaksiya baş verəndə, buradakı hər hansı turşunun duzuna başqa bir turşu əlavə etdikdə, orada çöküntü alınmasa, bu turşular biri-birini duzlarından çıxarılamaz, ola bilməz. Ancaq çöküntü alınacaq. Baxın, görürsünüz, natrium nitrat maddəsi. Nitrat hansı turşudur burada? Bu elə. Nitrat sağda, sulfat soldadır. Ona görə sulfat özündən sağdakını hamısı çıxardır. Qatı halda, qatı sulfat, diqqətli olun. Nitratdakı nitrat turşusunu, sulfat turşusu duzundan çıxartdı. Metal birləşdi sulfata, alındı metal sulfat və buradakı hidrogen birləşdi, buradakı NO3-ə alındı duz və yeni bir turşu. Kalsium karbonatda hansı turşu var? Karbonat turşusu. Karbonat turşusu H-klorda zəifdir. H-klor solda, bu sağdadır. Onda H-klor karbonatdan nəyi çıxardır? Karbonat turşusunu. Karbonat turşusu da zəif turşu olduğuna görə tez parçalanır karbonat turşusu, yəni H2CO3, karbon qazı və suya. Yəni ki, nəyə görə belə oldu? Davamsız turşular, zəif turşular açıq şəraitdə tez parçalanır. Məsələn, karbonat, karbon qazı və suya parçalanır. Həmçinin H2SO3 maddəsi də var, sulfit turşusu. Parçalanır SO2 və suya və s. Yəni bilin ki, zəif turşular, davamsız turşular parçalanır ağır şəraitdə. Bunlar nə zaman saxlanılır? Qapalı qabın içərisində. Məsələn, kola pantanın içərisində bilirsiniz də karbonat turşusu var. Necə olur? Karbon qazını suya vururlar, ağzını bağlayırlar təzyiq altında. Karbon qazı su ilə qarışanda alınır karbonat turşusu. Karbon qazı su ilə qarışanda. Həm reaksiya girir, həm də qarışır. Ağzını açanda təzyiq azalanda karbon qazı tez parçalanır deyə karbonat turşusu karbon qazı və suya parçalanır. Dərhal karbon qazı və su alınır. Ona görə də avtomatik tez turşu parçalanır deyə kola pantanın dadı itir. Niyə itir? Şəkər qal tərkibində şirin çay kimi olur, şərbət kimi olur. Ona görə də parçalanır. Bayaq bunu demişdim. Kola pantanın rəng vurulur. O rəng başqa bir hisslər, rəng olur. Deməli uşaqlar, bu turşular biri-birinə duzlarından çıxarır adi şəraitdə. Nə zaman çıxardır? Çöküntü alınır. Çöküntü alınmasa getmir. Bax görürsünüz məsələn, natrium xloridlə nitrat getmir. Nəyə görə? Çünki natrium NO2 birləşsə belə çöküntü vermir. Çöküntü olmalıdır ki, reaksiya baş versin. Ancaq gümüş bir nitratla H-klor gedir. Buradakı klor gümüşlə birləşəndə çöküntü alınır deyə hidrogenlə birləşir NO3-ə. Məcbur yəni ki, çünki gümüş qopubdur, çöküntü olubdur. Məcbur orada qalan hidrogen birləşir məhdudakı NO3-lə. Çünki başqa birləşmiş yoxdur axı. H müsbətdir, nitrat da mənfi olduğuna görə müsbətlə mənfi birləşir, alınır HNO3. Gördüyünüz kimi. İndi baxın, hansı reaksiya gedər? Gəlin baxaq tez.
Birincidə, natrium metasilikatla haşxlor, özünüz deyin. Deməli, haşxlor qüvvətli olduğuna görə bunu duzundan çıxardır. Buradan alınır natrium birləşir xlorla, natrium xlorid və hidrogen birləşir silisium oxidlə. Alınır H2 silisium oxid. Reaksiya gedir. Barium birləşir sulfatla. Baxın, duzla duz da o zaman gedir ki, söküntü alınsın. Söküntü alınmasa, duzla duz getməz. Bariumla SO4 birləşəndə alınır barium sulfat. Siz orada cədvəldə bilərsiniz ki, hansı duzda söküntüdür, hansı metalların, hansı turşuların duzları əksərən söküntü olur. Onları biləndən sonra bilərsiniz faydasına. Yəni onu bilmək lazımdır, ondan sonra düşünürsünüz. Sonra, deməli, birincidə gedir reaksiya, gedir. İkinci getdi. Üçüncüdə kalsium NO3 ilə birləşəndə heç cür söküntü vermir. Ona görə bu reaksiya gedəməz. Hidrogen xlorla, bəli. Yəni çöküntü alınmadığına görə buradakı H-xloru nitrat turşusu onun duzundan çıxardılmaz. Çünki çöküntü alınmır. Ən sonda da kaliumla sulfid və natriumla nitrat heç cür çöküntü vermir. Çöküntü vermədiyinə görə bu reaksiya getmir. Yəni orada biləsiniz də. Bunlar çöküntü verən reaksiyadır da. Bəli, çöküntü alınmalıdır ki, o iyonlar birləşsin və qopmasın. İyonlar birləşib qopmasa, onda çöküntü verir. Turşuların deməli fizik xassələri, bir də kimyəvi xassələri. Deməli, bayaq demişdim, bunu izahını veribdir. Digər alınma üsulu. Turşulardan oksigeni turşuları almaq üçün o turşuların, oksigen turşuların metal duzlarını elektroz etdikdə hansı metallar? Zəif. Zəif metalların, pasiv metalların, oksigenli turşularının suda həll olan duzları, suda həll olan. Suda həll olan duzlarını suya qarışdırıb elektroz etdikdə metal katodda sərbəst alınır. Turşu qalığı oksigen olanda onun əvəzinə anodda oksigen alınır və turşu qalığı suyun oksigen qohubdur. H qalıqda. H birləşir turşu qalığına. Alınır turşu. Yəni hidrogen turşu qalığı alınır turşunun özü. Yəni qopan hidrogenlər turşuya qayıdır deyə turşunun özü alınır. Aqreqat halları, fizik xassələri. Deməli, yadda saxlayın. Bor, fosfor, silisium. Bunların turşuları hamısı bərkdir. Harada bor, fosfor, silisium görsəz, bunların hamısı bərk haldadır. Bu turşular bərk haldadır. Birinci qayda budur. Qalan turşular maye halındadır və suda məhduddadır. H-xlordur, H-bromdur, H-yoddur və s. Bu kimi turşular əslində birinci qaz halında olur. Qaz halında olan maddə turşu sayılır. Suda həll olandan sonra turşu sayılır. Maddə qaz halında olarsa da, ayağında qaz yazsa, onu turşu götürmüyor. Məsələn, yazır ki, H-xlor qazı ayrı reaksiya gedir. Girəməz axı, çünki bu qazdır. Turşu suda həll olmalıdır. Suda həll olandan sonra özündən hidrogen iyonları verməlidir ki, turşu sayılsın. Yəni, H iyonları verilmirsə turşu sayılır. O H iyonlarını ayırmaq üçün də suda həll olmalıdır. Suda həll olmasa iyonlarını ayrılmır, yəni disosiasiya etmir. O iyonlarını ayrılma nədir? Disosiasiya. O ayrılması üçün su olmalıdır, su mühit olmalıdır. Su yoxdursa, adi havada, qaz halında və yaxud da 100%'li özü olanda turşu, o iyonlarına ayrılmır. Nə olmalıdır? Məhdulda. Yəni o suyun içərisində həll olmalıdır ki, iyonlarına ayrılsın. İndikatora təsiri. Baxın, suda həll olan turşular indikatora təsir edir. İstisna, yeganə turşu H2 silisium OH-dur ki, nə suda həll olmur, nə iyonlarına ayrılmır, nə də indikator təsirlənmir. İndikator nədir? Təyin edici. Elə bir rəhli maddələrdir. Rəhli maddənin içərisinə turşunu əlavə edəndə, məsələn, lakmusun öz rəngi bənövşəyidir. Bənövşəyə lakmusa turşu əlavə edəndə və ya lakmus kağızını turşuya salanda olur qırmızı. Bu nəyə sübut elədir? Bu maddə turşu xassədir. Yəni, bənövşəyə lakmus qırmızı rəngə çevrilirsə də maddənin içərisində salanda, o turşu xassəli maddədir. Və yaxud da lakmus özü üzü birləşmədir. Mürəkkəb, kompleks üzü birləşmədir, tərkibi. Sadəcə onun rəngi var. O rəngi bənövşəyə rəng olan maddənin toz olur və yaxud kağız olur. Salırsan turşuya, turşu olduğunu bilmirsən. Lakmusun göy rəngi qırmızı olursa turşudur, yox, göy rəng, bənövşə rəngi göy olursa qələbidir. Bənövşə rəngimiz əgər qırmızı olursa turşu xassədir. Buna da demişdik, əsasi mühitdə lakmus kağızı özü bənövşəyidir, olur göy rəng, əsasi mühitdə. Turşu mühitdə isə olur qırmızı. Fenolftalein yıldızladı mı? Özü rəngsizdir. Turşu mühitdə rəngsiz qalırdı. Daha doğrusu əsasi mühitdə moruq rəng olur, moruq rəng. Yəni ki, rəngsiz maddə, onun kimi belə ağ rəng var, şəkil kimi belə bir tozdur və yaxud da öz kağızdır, ağ rəngdir. Salırsan turşuya salanda rəng dəyişmir, olduğu kimi qalır. Ancaq qələbələri salan nə olurdu? Bənövşəyi. Rəngsiz fenolftalein bənövşə olurdu.
Mexloranj da öz rəngi narıncıdır və turşuya salan doğru çəhrayı. Ancaq qələbədə salan olur sarı. Bəli, qələbədə sarı qələbədə var. Bəli, qələbələrdə qüvvətli əsaslarda sarı olurdu, bütün hamısında yox. Ancaq qüvvətli əsaslarda. Turşularda isə narıncı olur çəhrayı. Yəni o əgər məsələn qiymətli sıxılır, məsələn uşaq yeməyində və yaxud da adi uşağın idrarını yoxlayanda, analiz edəndə evdə də kağızlar olur. Sarısan, batırsan, əgər idrarın təsirindən lakmusun rəngi qırmızı olsa, idrarda turşuluq çoxdur, uşağın bədəni turşuluq çoxdur. Yox, əgər məsələn bənəfşəyi olsa, deyək ki, daha doğrusu bənəfşəyi göy olsa, əsas mühitdir. O evdə istifadə olur. Yəni o bəzi dərmanların alanda içərisində indikator kağızlar qoyurlar ki, özünü analiz etmək üçün, öz bədənini yəni yoxlamaq üçün. O çox şey deyirlər, mədə ağrısı, o da bədəndə... Onun tərkibi əsas xassəli maddədir, əsası. Maqnezium sulfatlar. Maqnezium OH2-dir. Onlar nədir? Maqnezium suspensiyası. Ağ rəngli belə maddə olur, töksən suspensiyadır. Hissə, bu mədə turşuluğu çox olan ona hissə. Mədə turşuluğu neytrallaşma reaksiyası. Mədə turşuluğu neytrallaşdırır. Bu əsas xassəli maddədir. Mədə hansı bir turşuluqdur mədəmiz? İsə biologiyadan. Ağız boşluq əsası mühitdir, qələbi, əsası, izəyi. Mədə turşu mühitdir, bağırsaq əsası mühitdir. Yaxşı, sonra gəldik bir dənə nə qaldı? Kimyəvi xassələri. Turşuların metal reaksiyası. Beketovun metalların aktivi sırasında hidrogenə kimi olan turşular, daha doğrusu metallar, əksər turşulardan H-ı çıxardır, hidrogen çıxardır. Hidrogenden sağda gələn pasiv metallar isə duru turşuların çoxsundan, əksər duru turşulardan, yəni bütün duru turşulardan duru halda əksər H-ı çıxarmır. İstisna nitratla sulfatdır. Nitrat qatı və ya duru halda fərqi yoxdur. Bura kimi olan metalla gedir əsasən. Qatı sulfat da bura kimi gedir, ancaq duru sulfat bura kimi gedir. Duru sulfat turşusu və qalan digər duru turşular bura kimi gedir metalların reaksiyası. Qatı nitrat turşusu və duru nitrat turşusu bura kimi gedir hamısı. Bir dənə sulfat turşusu qatı halda olanda bura kimi gedir, qatı halda. Ancaq duru sulfat bura kimi gedir, quruluşa kimi gedir. Deməli, bax, görürsən də, qüvvətli metal H-dan sol tərəfdə olan metallardır, kalsiyum. H-lar H çıxardır və yaxud da natrium duru sulfat turşusundan H çıxardır. Nəyə görə? Natrium aktiv metaldır. Aktiv metallar, deməli, hidrogenden solda gəldiyinə görə, hidrogeni baxın, hidrogenden solda gələnlər hidrogen çıxardır, eyni şeydir, eyni qaydır. Hidrogenden sağda gələnlər isə çıxara bilmir. Çünki zəifdir. Hidrogenden elektro-kimyəvi potensiallar qiyməti zəif olan metallar hidrogeni çıxarma gücü satılır. Hidrogen rabitəsi qıra bilmir. Yəni, turşu tərkibindəki hidrogeni qırıb özünə keçə bilmir. Zəif metallar. Ancaq hidrogenden solda gələn metallar hidrogeni turşuları çıxara bilər. Mesela görürsünüz, mis getmir. Niyə getmir? Mis sağdadır. Sağda olan metal hidrogeni çıxaramaz. H-dan sağda olanlar hidrogeni turşuların tərkibini çıxara bilməz. Soldakı çıxara bilər. Soldakılar əksəriyyətlər. Nitrat turşusu istisnadır. Nitrat turşusu duru və ya qatı halda fərqi yoxdur. Deməli, metalla reaksiya baş verir, sadəcə hidrogen qazı alınmır. Duru, nitrat turşusu, bir də qatı sulfat turşusu. Bu turşular metallarla reaksiya baş verir hansından çoxsundan. Ancaq hidrogen qazı alınmır. Onun öz xassası var, onu deyəcəklər. Ya da saxlayın. Pasiv metallar, platindir, qızıldır, osmiyumdur, iridiumdur, palladiumdur. Bu metallar isə adi şəraitdə bir turşu olmaq şərti ilə, bir turşu ilə heç bir reaksiya vermir. Bir turşu ilə. Yəni, platindir, qızıldır, osmiridiumdur. Bir dənə turşu ilə keçmir. Yəni, bir dənə turşu olanda, məsələn, fərqi yoxdur, nitratdır, sulfatdır. Bir turşu ilə reaksiya vermir. Ancaq bu ən pasiv metallar çar arağı deyirlər, çar arağı. İki turşu qarışığı. Amoriya, latınca. Çar arağı king olur. Çarski vodka, rus dilində. Yəni, çar arağı, bir adamlıqlar da. Nədir? 3 həcm klorid turşusu, 1 həcm nitrat turşusu. Bu iki turşunun qarışığında qızıldır, platindir və s. həll olur. Yəni, reaksiya gedir çar arağında, o maddədə və ya çar suyunda, kral suyu və fərqi yoxdur. Nə alınır? Qızıl 3 klorid, enol qazı, bir də su alınır. Gördünüz, qızıl nə ilə birləşdi? Xlorla. Nə oldu belə? Nitrat turşusu nədir? Qüvvətli, oksidləşdirici turşudur. Nitrat turşusu, xlorid turşusunu qüvvətləndirir, hansı xassəsini? Oksidləşdirir xassəni. Və xlorid turşusu qızılla reaksiya gedir. Xlorid turşusu özü, deməli, reduksiya olunur, hidrogen müsbət birdən gəlir, burada
eyni qalır əslində. Hə, azot burada. Müsbət 5-dən müsbət deməli 2-yə gəlir. Nitrat təsirindən xlor turşusu qızılla reaksiya gedir və alınır qızılın birləşməsi. Bu harada istifadə olunur? Əsasən qızılın birləşmələrindən ayrılmasında, saflaşdırılmasında. Yəni qızılın o əsasən düzdür, başqa suları da var. Siyanat sulu var və yaxud da qızılın cigər suları alınmasında, çıxarılmasında. Bu da orada bir mərhələ istifadə olunur. Yəni qızılı çar aralığında həll etməklə qızılın birləşməsi alınır. Ondan sonra da alınan məsələn qızıl birləşməsinin qızıl üsluğunda məsələn sinklə hər hansı metallardan hər hansı aktiv metalla orta aktivlə reaksiya aparırlar və qızıl metalı sink lövhənin üzərində sərbəst yığılır. Sərbəst qızıl alınır. Bu hansı reaksiyadır? Tək əvəz etmə. Yəni, bu üsulla sənayədə qızılı əldə edirlər. Alınmış məhlul içərisində qızılın suda həllo birləşməsi olanda, ora bir dənə qızıldan qismən aktiv metal salırlar. O aktiv metal qızılın birləşməsinə qızıl çıxardırır, sərbəst qızıl yığılır metal üzərində. O metal da qızıl birləşməsindəki xlorla və ya hər hansı maddə ilə birləşir. Yəni, bu üsul istifadə olunur qızılın tək alınmasında, yəni sərbəst qızıl alınmasında bu üsul ilə adlanır elektroliz. Bu üsulla qızıl alınır. Kafeinin içində nə var? Daha doğrusu kafein nədir? Kafein özü azotlu birləşmədir, üzü birləşmə. Kafein bədəndə əgər bir insanın bir yerində gərginlik halına gəlir. Kafein əsasən sistemi oyaq saxlar. Bədənin məsələn gərginliyi ya O gərgində şəkər parçalandıqda əzələ bir olması olur. Əzələ süt tursanır. Çox iman edəndə, çox əzələ hərəkət edəndə əzələ daxilindəki karbohidratlardan glukoza və ya əsasən üzüm şəkərdə, belə deyək, qanlı şəkər parçalandıqda, oksigensiz mühit yarandıqda, yaxşı nəfəs almayanda, tənəffüs haqqı yaxşı olmayanda, məşq edəndə oksigensiz mühitdə süt tursanır. Alınan süt turşusu əzələni yığır, qız olur. Ona görə də əzələ qız olur, əzələ ifliz olur və yaxud da dartılma olur və yaxud da orada... Geri vaxtlarında niyə belə? Yəni, olur və ya futbolçularda da çox olur, bodybuilding məşqçilərində də olur, məşq edənlərdə olur. Yəni, çox məşq edəkdə hava yaxşı, oksigen bədəndə çıxır. Oksigen saturasiyası qanda yaxşı olmayanda, ona görə saat olmazsa çox zaman saturasiya göstərir faizi. Yəni, o saturasiya az olanda o glukoza parçalanması oksigensiz mühitdə süt turşusu çevrilir, ona görə də əzələ qız olur. Belə uşaqlar, gördüyümüz kimi hansında hidrogen qazı alınmır. Natriumla nitrat turşusu qatı halda demişdik alınmır. Duru ilə mis pasiv metal alınmır. Dəmir orta metaldır, H-klordan çıxardır. Dəmir xlor 2 və hidrogen qazı alınır. Kalsiyum duru ilə bəri alınır. Kalsiyum sulfat, hidrogen qazı. Yəni bunun qaydasını bir də söyləyərsiniz qaydaları. Belə, bu da nizamlı verifdir. Hə, demək o bitdi. Deməli uşaqlar, ammoniakı turşu ilə reaksiya aparan zaman ammoniakın tərkibini belə götürür də, harada ammoniak görsəz, ammoniak maddəsi budur, uşaqlar. NH4 OH təsirində, yəni bir dənə OH var. Bunun bir dənə OH-ı varsa, bir OH-la bir H birləşir və bir H qalır. NH4 keçir, buradakı H-ı biri yerinə. Nə alınır? NH4 H-ı Demək ki, buradakı hidrogenin biri birləşir NH3-ə, olur NH4. 2 mol olanda da 2 hidrogen burada bunun yerinə keçir, bura olur H4 və 2 NH4 keçir bu H-ın yerinə. Bu səhvdir burada, H yoxdur. NH4, 2 SO4 alınır. Qatı sulfat, duru və qat nitrat turşusu əksər qeyri-metallarla, bəzilərinlə reaksiya gedir. Qeyri-metalları oksidləşdirir və yeni bir turşu və yaxud da qeyri-metal oksidi əmələ gətirir, gördüyümüz kimi bu qaydada. Bir də silisium istisnadır da, silisium ikili xassələdir. Həm silisium demişdik, qələblərlə gedirdi, qələblərlə. Həm turşulardan H-klordan, baxın. Silisium bu xassın olduğuna görə bu nə sayılır? Amfoter. Yəni silisium həm reaksiya verir natrium OH-la, qələbi ilə, suda məhdulda. Məsələn, alınır natrium 2, silisium O3, suda hidrogen. Həm də reaksiya baş verir nə ilə? H-klorla. Həm turşularla, həm də qələblərlə reaksiya baş verilir. Bu nə sayılır? İkili xassələ amfoter. Yada qalar. Yaxşı, bu qədər. Bu da oldu turşular.